Ələkbər əmi, Bəli, Başlı Beldə ayın 18-i Kahyaki hücum oldu. bəli. Orada olan insanların sağ qalmasında sənin də böyük rolun var. Onu şeirlə necə tərənnüm eləmsən? Onu deyərsiz bu hadisələr. Zahir müəllim, aprel ayının 18-də başımıza gələn o dəhşətlər heç vaxt unudulub yaddan çıxmaz. O həmişə xatirəmdədir. Heç vaxt da xatirəmdən silinəsi deyil. O günlərə bir də qaydaq. Evdən çıxıb kahalara sığındıq. Yağların gəldiyini görəndə düşünürdük, necə xilas olarıq, yerimizi bildiyini görəndə. Kaha kətdən çox deyildi aralıq. Qəhər boğur düşündükcə bu halı. Yağların o qəhrəman vüqarı vurub yerə sərdiyini görəndə. Hər kəs qaldı öz canının hayında. Hönkür hönkür ağlamışam mən burada. Gülaranın gecə şırran çayında soyuq suda donduğunu görəndə. Yaddan çıxmaz bağmanlar, bağlar. Bağışlanmaz onlar edən günahlar. Hara üçəkdi qəbirlərdən ruhlar, baş daşların sındığını görəndə. Bu gen dünya gözlərimdə oldu dar. Üstümüzə od yağdırdı silahlar. Təbiətin qəzəbindən yağdı qar, Abad kəndin yandığını görəndə. Sönməzdi, cəlb olduqca nəzərim. Sarsılmışam, ax necə düzəlim. Başlı Beldə çox sevdiyim bir yerin belə can qaldığını görəndə.